Zoraba, hala zoraba. Kazım değme zoraba. Kazım değme zoraba. Ay zorabım. Ay Kazım. Zorabı sen mi gelirsin ha? Ay Kazım. Ay Kazım. Ay. Ben zoramadım sen mi gelirsin? Ay Kazım girme lan ben zoramı bırak. Girmir, mana girmir. Girmir get başka razmir ol. Ay ben uğru zoramdır benim imtihanım var onu gelirsin. Ben bir ayağıma bak. Bak ayağıma. Zorab mı var burada? Ay ben bilmem onu sen yutursun. Çetin ne geçer zoramı? Ya sen yutursun ya da bayağı oğlun ayağım var. O. Ve bu kimin çorabı? Ne boş ver çorabı. Vay Ziyad Xan. Ay qar. Ya bu çorab səndi mi? Hansı? Burada bir dənə qəşəng çorab var. Bunu hardan alıbsan belə? Temudan mı? Ay sen bana zakat eləmişəm. Ha. Bir götürmüşəm. O ne qəşəng çorabdır bu. Ay Kazım ne varsa? Şimdiden yoxlayıram ben Allah'ı. Yok ben problemim nedir? Yok abi yok ben kazanmışam. Oy vallahi Allah hiç kötündə ola. Ver Yaxşı ola. hamsım var. Gel. Bu sən nə şərxat adamsan. Hem zoranla işin olmaz. Niye rədd ol buradan keçən dəfə də Maykanı onu üstünə atırdın. Yer sanırlar bir corabla yer dur. Ben zoram var, imtihanım var. Vallahi getməliyim, imtihana girməliyim, bilmə. Xəyalın get başın yaxşı işləyəcək. Sər qanunu iskanına döndərmə. Gir git bunu. Ay Kazım bak bu söhbət burada qalmayacaq. Ya sənin də dayın oğlunu başına pis oynatacağım mən. Bak deyim. Ey yer gedərinə nə gəlirlər. Görəsən. Ay Kazım mən sənə demişdim ha. Bu mövzu burada qalmayacaq. Hələ sənin başına mən gör nə oyunlar atacağam. Bir dəqiqə dayan. Əziz tamaşaçılar, bu günləri biz böyük bir problemimiz var. Naskı itirir. Ziyad xan. Ziyad xanın mənlə Naskı itirdiyi yerdə problemi həll eləməliyik. Əziz tamaşaçılar, bugün bizim studiyamızda itmiş əşyaların tapılması üzrə ekspert Qəzənfər Şərxatayev. Hadi usta. Bəli, salamlayıram hər kəsi, mən də öz növbəmdə. Mən bu gün şəxsən Ziyad xana söz verirəm ki, bir belə insanın qarşısında mən o dolabı şəxsən tapacağam, gətirəcəm. Bax, elə bu bir belə cəmaatın içində də onu özüm geyindirəcəm. Bunu hamıya söz verirəm bu. Biraz qorxulu görünür bu söhbətlər. Amma tapılacaq. Qəzənfər, biz sizə güvənirik. Mənim sadəcə olaraq Ziyad xana bir-iki sualım var. Həmin günü evdə kimlər var idi? Sərxədə müəllim, həmin gün 45-də mən evə daxil oldum. Gəldim gördüm ki, Kazımla əmsi, dayısı oğlu Əhlimaz oturub çay içirlər. Sonra da görüm çay içirlər, deyib görürlər, mən də biraz vurmuşdum, getdim yatdım. Artıq mən Ziyad xanın dediklərindən belə bir qərara gəlirəm ki, bu iş bir nəfərin gördüyü bir iş deyil. Elə həmin o Əhliman da şəxsən bax bu söhbətdə iştirak edir. Ümumiyyətlə, Qozum Qulu müəllim, siz bəs düşünürsünüzmü ki, ümumiyyətlə bu studiyada düşünürmü ki, bəs burada Əhlimanın əli olar? Bundan heç fikrinizdən keçirmi belə bir şey? Əlbəttə düşünürük Qəzənfər müəllim, ekspert, profesional. Sizin dediyinizdə çox əminəm ki, siz o corabı tapacaqsınız. Kazım, bizə nəyə lazım? Kazım ona görə lazımdır ki, biz ondan da şübhəlenirik, bir də onun dayısı oğlu Əhliman. O hər ikisini xahiş edirəm, siz qoşun danlayıbdır. Qoşun görək bu söhbətin axırı ki. Rejissordan xahiş edirəm, hadisə olduğu yeri ekrana versin. Bəli, baxın, bax buradan da göründüyü kimi, bax bu görüntülərdən də göründüyü kimi, buradakı ayaq izlərindən bilinir ki, bu hadisə yerində, yəni Kazım bu hadisəni tək törətməyir. Burada 3 dənə tanınmayan ayaq izi var. Bunun deyək ki, biri məxsusdur müəllimin özünə, Ziyada. Burada digər ayaq izləri, biri Əhlimana və digəri də elə o Kazıma aiddir. Mən xahiş edirəm ki, siz o hər ikisini də canlı efirə qoşarsınız, biz onlarla danışaq. Bəli, Kazım da, Əhliman da qoşulub bizim efirimizə. Dinləyək, baxaq, görək nə olubdur, hadisə nə baş verir. Hörmətli Qozqulu bəy, mən vallah ona bu mənada demirdim. Mən ona deyəndə ki, bu söhbət burada qalmayacaq. Mən bilmirdim ki, bu gedib o verilişə çıxacaq. Ben evet bilmiştim ha Kazım. Bilmirdin mənim zoramı orada axırı nətər olacaq. Mənim zoramıya sən oğruysan, deyək ki, dayın oğlu Əhliman.
Buna bax, corabsız gəlmişsən buraya. Hörmətli Qozqulu bəy, vallahi mən geyinməmişəm o corabı. Ay size o sədərəkdə çorap zad almışdım. Burnunuzdan gəlsin onun hamısı. Ay, əhliman, kişinin corabını mı oraya? Bir qapımızı açdıq. Dedim Kazımın dayısı olsan gəldim, bu bir gün qaldı. Corabı ne yaparsa? Bazarlıq eləmişdim. O da burnunuzdan gəlsin. Sizin öhdəliğinizi verim o Şərxata müəllimə. Gedin onunla söhbət eləyin. Qazımın müəllim, mən bura salım piştəsir, bir gün dayandıraq, sabah davam eləyərik. Hələ tələyən dayandıraq. Mən başa düşmürəm, yaxşı. Mən kimi sərləyəcəm böyük? Dağdır verilsin sonuna gəldik. İkinci hissəsi birinci gün saat 5'te akşam çıxacaq.